Bəli, bir daha xoş gördük həmvətənlərimiz. Hamınızı hər halda Urmiya gölünün quruması ilə bağlı nigaran olduğumuzu biz bilirik. Hamımız narahatıq, nigaranıq. Urmiya gölünün qurudulması Azərbaycanın məhv olması deməkdir. Bunu dəfələrcə biz danışmışıq, yenə də danışacağıq. Bu təkrar bunu təkrarlamalıyıq. Hamımız bir millət olaraq, fəallar olaraq, vətənsevərlər olaraq Urmiya gölü qurudulur və Azərbaycan dağılır. Azərbaycanı məhv eləyirlər. Amma bugün biz İran rejiminin özünün verdiyi rəqəmlərlə biz görürük ki, özünün yazdığı, öz sitəsində verdiyi rəqəmlərə görə, məlumatlara görə ki, birazdan biz bir daha qayıdacağıq İranın öz sitəsinin saytına, öz sitəsinin məlumatına. Orada su vardı, hətta istədiyindən daha da artıq su vardı. Amma İran rejimi o suları buraxmır. İndi özünün dediyinə görə, məsələ, May ayının 15-i xəbər verir. Keçən 4 gün bundan əvvəlin xəbəridir. 4 gün bundan əvvəlin xəbəridir. Sədd şəhid Kazimi در Azərbaycan غربی سرریز شد. افزایش آب سد شهید کاظمی در بوکان yazır. به گزارش بولتن خبری و به نقل از خبرگزاری مهر، فرماندار بوکان ظهر شنبه در جمع خبرنگاران با اشاره به اینکه سرریز شدن این سد با ظرفیت ذخیره سازی 800 میلیون متر مکعب نوید بخش سال پرآبی در منطقه است، افزود بارش‌های اخیر در منطقه و کوههای استان کردستان که تامین کننده آب شهید کاظمی است، ذخیره سازی آب این سد را 230 میلیون متر مکعب افزایش داد. فرماندار بوکان ظهر شنبه در جمع خبرنگاران با اشاره به اینکه سرریز شدن این سد با ظرفیت ذخیره سازی 800 میلیون متر مکعب نوید بخش سال پرآبی برای منطقه است، افزود بارش‌های اخیر در منطقه و کوههای استان کردستان که تامین کننده آب شهید کاظمی است، ذخیره سازی آب این سد را 230 milyon metre mükəb افزایش داد. Tekrar da olsa ben olduğu kimi okudum hamısını. Dediklərinə görə 8 milyon metr mükəb su zəxirə o birinci mərhələdədir. Bu bilirsiniz ki, iki dövrdən ibarətdir. Bokanın səddi biri birinci mərhələsidir, bir də o əfsayiş irtifaat ki, 400 milyon da oradadır. Birincisində 800 milyon metr mükəb su hazırdır, su daşıb və duvarın üstündən artıq su tökülür. Bu, keçən şənbə verilən xəbərlərin nəticəsidir, xəbərlərin xülasəsidir. Keçən şənbə günü. İndi pənşənbə günü, 5 gün bundan əvvəl verilən xəbər. 800 milyon metr mükəb o birinci yerdə dolub, daşıb, 230 milyon metr mükəb birinci mərhələsinə su artırılıbdır. O irtifatı çoxalmasını hələ biz qaydacağıq. 5 gün bundan əvvəl verilən xəbər. O ki deyirdilər quraqlıqdır, Urmiya gölünü quraqlıqlar doldu, qurudub filan, hamısının yalan olduğunu özləri burada deyirlər. Su çoxdur, çox yağış yağıb, qarlar əriyir hələ qarların çoxu əriməyibdir, su aşıb daşır. Amma Urmiya gölünün suyu getdikcə azalır. İkinci, şəhər çayında suyun artırması 270 milyon metr mükəb olubdur. O da səhv eləmirəmsə Doşənbə gününün verilən xəbəridir. Məhabat səddi, bəndi, o da daşır və su o qədər daşıbdır ki, hətta məcbur olublar biraz aşsınlar, çünki o sədd partlaya bilər və məhabadı su apara bilər. Güya, o ətrafını. Orada da aşır, daşır. Azərbaycanın şərqidə də su çoxdur, daşır. Səddilərin bir çoxu dolub kamilən zərfiyyətinə. Amma bu suların heç birisi
Urmiye gölünə gedib çatmır. Nədir səbəb? Balaca bəndilərlə əlavə sularda qoymurlar Urmiye gölünə gedə çata. Səbəb budur. Bu il mütəxəssislər belə fikirləşirlər. Onlar ki, Urmiye gölünün nəcatı üçün həll yolu axtarırlar. Onların fikricə, Urmiye gölünün qurudulmasının qarşısını almaq üçün mühüm addımlar atılmalıdır. 1. Urmiye gölünü birdən-birə doldurmaq olmaz. Onun üçün birinci, suyun qurumasının, əlavə qurumasının qarşısını almaq. İkinci mərhələdə suyu biraz artırmaq. Üçüncü mərhələdə əlavə yerlərdən su bura çəkiləcəksə o projeləri sürətləndirmək və yəqin ki, ən yaxşı yol abiyari sənəti, yəni əkinçilər üçün su kəsilməsin, sənəti yollarının, onların da suyu verilsin, əndərmə ilə o yox, bəlkə qətrə ilə sular əkinçilərə verilsin, o qətrəyi yağış kimi çiləmə ilə, belə deyək, çiləmə ilə su olsun və elə olursa heç yerdən su gətirməyə ehtiyac yoxdur. Həm əkinçilərin suyu olar, həm millətin içməyə suyu olar, həm Urmiye gölü də ölməz. Amma bu mərhələlərin hamısı zaman istər. İndi birdən-birə gəlib əkinçilərin hamısını çiləməklə su onlara təmin eləmək olmaz. Bunların hamısı zaman istəyir, büdcə istəyir, pul istəyir, təbii ki. Mütəxəssislərin fikrincə, Azərbaycanın qərbidə və şərqidə əkinçilərin suyunu çiləməklə vermək üçün 1,5 milyard ilə 3 milyard arasında pul lazımdır, dolar. 1,5 milyard ilə 3 milyard dolar pul lazımdır ki, tamam əkinçilərin yerlərinə ki, indi əndərmə ilə suyu buraxırlar, geçsin suyu oranı sulasın, onların hamısına 1,5 ilə 2 il arasında çiləmə ilə su vermək olar. Bu, əkinçi sahəsində mütəxəssislərin fikridir. İkinci, demək, əgər dövlət büdcəni verirsə, Kəbirə su çəkmək yerinə Urmiye gölünün qurudulmasının qarşısını almaq istəyirsə, heç yerdən Urmiye gölünə su gətirmədən, Urmiye gölünə gedən suları indiki vəziyyətdə əkinçilərə verilən suyu çiləmə ilə maksimum 3 milyard dolarla maksimum 2 ilin ərzində, maksimum 3 ilin ərzində 3 milyard dolarla və minimum 1 il milyard yarımla 1 il yarımın ərzində hamıya su verə bilir. Və beləliklə Urmiye gölünə gedən suların heç də qabağı alınmır. Tamam əlavə suları buraxırlar, gedir Urmiye gölünə. Eləliklə Urmiye gölü də nəcat tapır və çox bağışlayın, bizim kompüterimizdə bir problem olduğuna görə ayrı bir imkan axtarırıq. Beləliklə həm Urmiye gölü nəcat tapır, həm əkinçilər sularına sahib olurlar, həm də Təbrizdə, Qoşaçayda, nə bilim, bütün şəhərlərdə millət içməyə su üçün çətinlikdə çəkmir. Mərhələ, deməli, 3 illik proje maksimum, 1 il yarımlıq proje ilə bu məsələni belə həll eləmək olur. Amma Urmiye gölü qurumasın deyə mütəxəssislər belə fikirləşirlər ki, təqribən 1 milyard metr mükəb su Urmiye gölünə çatdırılırsa, Urmiye gölü 2 il qurumayacaq. Və bu 2 il bizə zaman verəcək ki, sürətlə o ayrı projeləri işə salınsın. Hələ bu il 1 milyard buraxılırsa. Əgər 1 milyard metr mükəbdə gələn il və özəlliklə qış fəslində Urmiye gölünə su buraxılırsa, bu da Urmiye gölünü əlavə olaraq 2 ildə təmin edir. Ki, qurumasın. Nəcat tapmır, ancaq qurumur. Beləliklə, bizim əlimizdə 4 ilə 5 il zaman olur ki, Urmiye gölünə
əsasi bir çarə qılınsın. Demək, birinci mərhələdə sular gərək buraxıla, Urmiya gölünə çatdırılsın. İkinci mərhələdə Urmiya gölünə daimi olaraq nəcat vermək üçün projelər hazırlansın və icra olunsun, vədə yox. Bunların hamısı olunan məsələlərdir, dövlətin öz əlində. Dövlətin öz əlindədir, istədiyi zaman bu işi görə bilir. İran dövləti. Pulu da var. Yəni, Urmiya gölünə nəcat vermək üçün əgər maksimum 3 milyar dolar pul lazımdırsa, Hizbullah Lobnana verilən pulu kəssələr, Urmiya gölü qutarır. Heç bir kimsədə çətinlik çəkmir. Suriyə gedən pulların 5də birini kəssələr, Urmiya gölü nəcat verir, tapır. Əfqanistana, Tacikistana verilən pulların 5də birini kəssələr, Urmiya gölünə versələr, Urmiya gölü nəcat tapır. Dünya terrorizminə verilən pulların 5də birini kəssələr, Urmiya gölü nəcat tapır. Atom bombuna xərclənən pulların 50də birini xərcləsələr, Urmiya gölü nəcat tapır. Və s. Yəni, o qədər misallar vardı ki, pul var yəni. Bunlar ayrı yerlərə xərcləyirlər. İradə yoxdur nəcat vermək üçün. İradə Urmiya gölünü quruması üçün hazırlanıb. Xordadın biri gəlir. Təbrizdə, Urmiyədə, Ərdəbildə, Zənganda, Sulduzda, Qoşaçayda, Mərağa, Miyana, Sarab, Astara, Ənzəli, Həmədandan tutdu, hər bir Azərbaycan şəhrində bir növ hazırlıq vardı ki, hazırlıqlar gedir ki, Xordadın birində həm milli qiyamımızın il dönümündə, həm də Urmiya gölünün qurulmasına etiraz olaraq etirazlar olsun. Təzahürat, piket, bəyaniyə, yaymaq və s. bir növ, hərə bir növ iş görür. Xordadın biri nə üçün başlandı? Azərbaycan xalqını susqa, tuvalet böcəyinə bənzətdilər. Millət etirazını elədi, dövlət əvvəl hesaba qoymurdu, sonra Xameneyi də gəldi, üzr istədi, tüpürdüyünü yaladı, Əhmədi-Necad da üzr istədi, İran ruznaməsini də bağladılar, amma biz iştibah elədik. Biz səhv elədik, tez oturduq evimizdə. Xordadın birində biz tez evimizdə oturmayacaqdıq. Onlar bizi yenə də allatdılar. Balaca üzr istəməklə məsələni bitirdilər. Amma bu il bu məsələ belə olmamalıdır. Bu illəri yenə də bizi bu dəfə öküzə bənzədiblər. Məmmədrıza Yəzdani Xorrəm müsahibəsində deyir ki, bütün Azərbaycanın Bakıda Azərbaycan temini İran temi udubdu. Azərbaycan olub ikinci, İran olub birinci. Bunlar sevindiyindən öz ədəbiyyatlarına Firdevsin ədəbiyyatını qatıblar yenə də. Qatıblar ki, bir dəqiqə onu verin mənə lütfən, çox zat yoxdur. Qatıblar ki, Azərbaycan xalqına işlətdiyi Firdevsi ədəbiyyatı həmişə bizə yaman küfürlə məşğul olduğuna görə bu dəfə bunlar bizi öküzə bənzədiblər və belə bir söz yazıblar ki, Azərbaycanlıların buynuzunu sındırdıq. Bizim də bildiyimiz qədər insanın buynuzu olmaz. Öküzün buynuzu olar. Vaxt ki, birinə deyirsən ki, buynuzunu qırdım, yəni öküz idi, buynuzunu qırdım. Ruzname-i Etimad çarşənbə günü Ordu 5-in 17-sində
yazdığı xəbərin başlığıdır. Şah-ı Azərbaycanihara ba qəhrəmani dər Baku şəkəstim. Azərbaycanlıların buynuzunu Bakıda qırdıq. Əlbəttə bunların narahatçılığının biri də budur ki, Azərbaycan getdi Cami Cahanidə, Tehranda olan Cami Cahanidə İranı uddu, Azərbaycan birinci oldu. Bunlar indi o birinci olmağı narahat olublar Azərbaycana və bu dəfə sevindiklərindən adam olmaqlarını yaddan çıxardıblar. Məmulən, mənə icazə verin, biraz bunların cavabını verin, bu ədəbiyyat. Onların başa düşdüyü ədəbiyyatla. Məmulən bir itin qabağına çox yal atanda it yiyər, bəzən qudurar. Har olar. Çox yal verəndə itə, bəzi it özünü itirər, özdə qudurar. Başlayar ətrafını qapmağa. O cür itləri keçmişdə tez öldürərdilər ki, o xəstəlik tutur özü. Ayrısına çatmasın. Bunlar da məncə adam kimi ədəbiyyatdan istifadə eləmək yerinə qudurublar. Və çün dilləri də, elə adları da həmin o heyvana bənzəyir, onun hürməyinə bənzəyir, bağışlayın, pars eləyirlər. İtiriblər özlərini. Azərbaycanlı öküz deyil onun boynuzunu qırasan. Adam kimi istifadə edib ədəbiyyatdan deyə bilərdin, biz Azərbaycanı udduq, onların belini qırdıq, nə bilim, nə, bir sürü sözlər deyə bilərdin. Amma vaxt sən deyəsən, biz onun boynuzunu qırdıq, bu bir millətə ən ağır tohindir. Bu vərzişdən daha üstün, vərziş və ya sportdan daha üstün siyasi bir təfəkkürdür. Bir milləti təhqir eləmək üçün işlənilən bilərək ədəbiyyatdır. Və Ruznamə də onu İranda ağlı başda oturur, çap eləyir. Ruznamə-i Etimad yazır. Şah Azərbaycanihara ba qəhrəman idər Baku şəkəstin. Yəzdani Xorrəm, baxın özünüz, görün bu nə ədəbiyyatdır. Yenə də özlərinin gidin. Bilmirəm, pəncərədə əgər göstərə bilsək, öz saytımızda da vardı. Bəli. İcazə verin bunu biz aça bilsək, pəncərədən də qoyaq bax. Yəzdani Xorrəm pəncərədən ola bilsin ki, yaxşı bəli, oxunmur, amma bəli, budur. Diqqət eləsəz, Ruznamə-i Etimad yaxından oxutmaq olmur, çünki fotosunu qoymuşuq, amma saytda vardı. Özünüz çox rahat eləyə bilərsiniz, oxuyasınız. Və yəni ki, mən əgər bu biri kompüterdən onu göstərə bilsəm, çox rahat oxumaq olacaq. Görək, oxuya bilirsiniz ya yox. Ruznamə-i Etimad yazır. Səhifə-i Noxost Ruznamə-i Etimad vərziş bölümündə Şah Azərbaycanihara ba qəhrəman idər Baku şəkəstin. Və sonra da həmin bu adamın, icazə verin mən bunu biraz da çəkim aşağı görəcəksiniz. Bu adamın da müsahibəsidir. Bu qədər xəbərniqarın qarşısında Yəzdani Xorrəmin dediyi. Vəhid Cəfəri də müxbirin adıdır və burada xəbərin davamıdır. Hər kəs istəsə Ruznamə-i Etimadın arşivinə gedib 27 Ordibiheşt
çarşənbə günü oxuya bilərsiniz. Fikr eləyirəm, bəli, səhv eləm. Bəli, çarşənbə 27:45. Oxuya bilərsiniz, özünüz qərarınızı verin. Daha bizə nələr demədilər? Hər növ heyvana bənzətdilər. Suska tuvalet böcəyinə bənzətdilər. Bizə dedilər, gedin tuvaletdə olanları yeyin ta öləsiz. Bizi ağılsız, axmaq, fərasətsiz, geri qalmış, nə bilim, təməddünü, mədəniyyəti bilməyən bir millət kimi hər gün televizyonda deyirlər. Bugün də vərzişdən istifadə edib, keçən il neçə dəfələrlə keçən il yox, yəni bu fəslidə ki, qutardı, futbol meydanlarında bizə ana-bacı yamanı dedilər. İranın rəsmi televizyonunda 1 saat bizə ana-bacı yamanı dedi. İndi də Ruznaməyə Etimad bizə deyir, öküzsüz. Yəni, Azərbaycanlılar Ruznaməyə Etimadın dediyinə görə öküzdür. Ki, onun buynuzunu qırmışıq. Ancaq öküzün buynuzunu qırarlar. Öküzün buynuzu olar. Adamın buynuzu olmaz. İndi siz deyin görək, bizim haqqımız var deyək ki, bunların quyruğunu kəsib ağzına soxmaq lazımdır ya yox. Bu, ədəbiyyat işlədənlərin. İt kimi bağışlayın, qudurmuş it olublar. Quyruqlarını kəsib ağzına boğmaq lazımdır ki, ölsünlər ta ayrılarına bu xəstəlik düşməsin. Bizim haqqımız var, bu reaksiyonu verək ya yox. Xordadın biri gəlir. Öğrencilərimizdən tutdu milli faallarımıza qədər. Əkinçidən tutdu fəhləsinə qədər. Pastarından tutdu bəsicisinə qədər. Bazarısından tutdu qadınından kişisinə qədər. Cavanı, yaşlısı fərq eləmir. Hamımıza ən böyük tohin də nə ola bilər? Təhqir nə ola bilər? Tuvalet böcüyü, tuvaleti yiyən, qulağı uzaq və ya uzun qulaq, ana-bacı yamanı, şərəf yamanı, zinazadə dedilər, mollasından tutdu o birisinə qədər. İndi deyirlər öküz. Azərbaycan milləti, Türk qeyrəti buna icazə verir ya yox. Və biz nə edəcəyik? Xordadın birində. Urmiya gölünü qurudurlar. İcazə verin, mən sizə bir ayrı bu Urmiya gölünün cənubunda, pəncərəyə yetirə bilsək bunu, Bokanın, yəni Saqqız, Bokan və Sayınqala. Bu 3 dənə şəhərlərin böyütdükcə görəcəksiniz. Bir tərəfindən Tikantəpədir, Sayınqaladır, Bokandır, Saqqızdır və onların 4-ünün ortasında bu səddidir. Səddi Bokan. Böyüdək, görəcəksiniz ki, bu nə bir nəhəng səddidir. İndi bu sədd özü bir, yəni səthi az olsa da dərinliyi çox dərin üçün dərələrin arasında vurublar. Dağların arasında vurduqları üçün çox dərin bir səddidir. Və ya ki, dərin bir bəndidir. Bu giriş və ya o bağlanılan yerdir. Bu suyun, diqqət eləsəz, dağların arasındadır. Bu ətraf bütün dağdır. Bu suyun
hər tərəfə dağılması, görürsünüz, bu girişidir. Buradan su tökülür. Bu çay gedirdi. Qoşa çaydan keçir və nəhayət Urmiya gölünə tökülürdü. Ta gəlir. Burada biz çatırıq. Şəhərlərin ətrafından, içindən keçir və gedir nəhayət Urmiya gölünə. Bu çayın məsrini mən göstərirdim. Amma qaydaq o çayın üstündə vurulan bəndə. Urmiya gölünün qurudulması, Xordadın biri və biz nə iş görəcəyik? Özünüz görün ki, nə qədər suyu burada saxlayırlar. Baxın, burada suyu bağlayıblar, dərənin ağzını bağlayıblar, dərələri, dağların arasını su doldura-doldura gəlir. Bir tərəfi gəlir bu tərəfə. Bu tərəfi Xuşə Dərriyə tərəf gedir, bu tərəf. O biri tərəfi devam edir. Qollar ayrılıb, bu dərələr, dağların arası bütün dolubdur. Sonra irtifatı çoxaltmaq üçün getdikcə də çoxaldırlar. Burada yenə də iki şaxa ayrılıb. Biri bu tərəfə gəlir, biri o biri tərəfə gedir. Biz əvvəl görək, bu tərəf gəlir ta Qışlaq Riziya qədər. O dağlardan gələn çaylar burada məsrini görürsünüz ki, bağladığı üçün su dolubdur. İndi gəlir bu tərəfinə, indi gəlin bu tərəfinə. Devam edir. Devam edir və bunu hələ də böyütmək istəyirlər, bağışlayın, bu tərəflərə və bu tərəflərə. Milyard su burada ya durubdur, ya tələf olur. Bu biridir. Böyük Urmiya gölünün qarşısını alan, Urmiya gölünün suyunu boğan səddilərdən biri odur. Biri də gəlirik Məhabat. Bu da Məhabatdır. Burası Məhabatdır, bu şəhərdir. Soyuq bulaq yəni. İcazə verin. Bu soyuq bulaqdır. Şəhərin xiyabanları, nəxşələri filanı. Buradan su gedir, Məhabat çayı yavaş-yavaş gedir şimala doğru və Urmiya gölünə dağılır, tökülür. Məhabat çayda 200 milyon metr mükəfdən artıq suyu da burada saxlayırlar, Məhabat çayına. Görürsünüz, bu da iki şaxəlidir. Dağın, təpələrin arasında olduğu üçün səthidən az, amma dərinlikdə çox dərin bir səddlərin biri də budur. Düzlük olmadığı üçün gözdə bu bizi allatmasın, amma çox dərindir. Bəzi yerlərdə 100 metrdən artıq dərinliyi var, bəzi yerlərdə. Çox dərin bu çayların, dağların arasında olan bəndilərin dərinliyi vardır. Və ona görə də kənar və aşağılara su batır, su hopur. Bəli, mən təşəkkür edirəm yayım otağını, indi qaydaq öz məsələmizə. Urmiya gölünün qurulması artıq İran rejiminin əlində olduğu üçün biz danışdıq ki, Xordadın birində əgər millətimiz çıxıb dərin etirazını bildirirsə, Urmiya gölünə və ya Urmiya gölünün nəcatına biraz ümid vardır. Yoxsa Urmiya gölü əlimizdən gedir. Yenə də qısa ara veririk bu dəfə. Aradan sonra istəyirəm ki, Xordadın birində bir neçə yerə cavab vermək üçün nələr etməliyik? Bizə öküz deməyə bir cavab lazımdır. Urmiya gölünün qurulmasına bir cavab lazımdır. Xordad qiyamının il dönümünə bir cavab lazımdır. Şəhidlərimizə, zindanda olanlarımıza, üst-üstə hamısına biz cavab hazırlamaq üçün Xordadın birinə nələr etməliyik? Onu danışacağıq. Və eyni zamanda İran rejimi
bütün dərdləri ilə birlikdə Urmiya gölünün qurudulmasının hədəfləri nələrdir? Onu da biz danışmalıyıq. Bir tərəfdən, geri qaydanda mən danışacağım onu, təhrimlər İranın evini yıxır, rejimin, yox millətin. Bu təhrimlərin qarşısını almaq üçün İran nələr eləyə bilər? Onlarda danışacağıq. Bununla birlikdə bütün enerjisini qoyubdur, ancaq xarabqarlıqla, məmləkəti məhv eləməklə məşğuldur. Buyurun, bizimlə qalın lütfən.